Değerli izləyicilər, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rüzə mükafatına layiq görülmüş, Qızıl Qələm Media mükafatçısı, şair publisist Püstə Rəvanın Analı Dünyam kitabının təqdimatını sizə təqdim edirik. Təqdimat Azərbaycan Yazıçılar Birliyində keçirildi. Təqdimat toplantısında şəhid anaları, qazilər, bir sıra qələm sahibləri iştirak etdilər və Püstə xanıma öz ürək sözlərini, arzularını bildirdilər. Təqdimatdan öncə Azərbaycan Respublikasının himni səsləndirildi. Salam olsun Azərbaycan xalqımıza, salam olsun Türk dünyasına, Turan illərinə, salam olsun şəhidlərimizin ruhuna, salam olsun. Və bu gözəl günləri bizlərə bəxş edən Azərbaycan Respublikasının Prezidenti Ali Başkomandanımız başda olmaqla Azərbaycan xalqının qəhrəman oğullarına, xalqımıza minnətdarlığımı bildirirəm. Bütün Türk dünyasına minnətdarlığımı bildirirəm ki, bu gözəl zəfər günlərində bizə yaşatdılar. Biz indi qalib ölkənin zəfər çalmış vətəndaşlarıyıq. O cümlədən də sizləri təbrik edirəm və qazilərimizə də Allahdan şəfa diləyirəm. Torpaqda çiçəyə dönən, cənnətdə bəyə dönən, sinəmizdə ürəyə dönən şəhidlərimizin bir dəqiqəlik sükutla ruhunu gəldi. Allah bütün şəhidlərimizə rəhmət edir. Bu günləri yaradıcılığına və kitabının təqdimatına yığışdığımız Püstə Rəvan xanımın Analı Dünyam deyərək kitabınla gəlib bizim Azərbaycan Yazıçılar Birliyinin bax bu salonuna, Xurşud Banu Natəvan klubuna bir anadır, nənədir, dəyərli bir xanımdır. Bizim hamımız bilirik ki, qadınlarımız bugünkü gündə də hər vaxtda kişilərimizlə çiyin-çiyinə istəyir cəbhədə olsun, istəyir evdə olsun, istəyir yolda olsun, harada olsa onlarla birlikdə sədaqətli və etibarlı bir xanımlardır həqiqətən də. Ona görə bizim indi qadınlarımızın səsi bütün dünyadan gəlir. Bu səs bilirsiniz nədir bu qadınların səsi? Layladır, bayatıdır, cəngidir, suyitadır, nəğmədir, ana vətində olan. Bu Püstə xanımı alqışlayıram ki, öz analı dünyasından bizi yad edib, bizə xoş gördün deyir. Və mən sizdən çox uzun danışmayacağım, sizdən bir xahişim var ki, Püstə xanıma dedim ki, kitabları paylasın. Bu günlər biz ancaq Püstə xanımı təbrikə gəlmişik. Ona görə sizdən hamınızdan xahiş edirəm ki, Püstə xanımı öz şeirindən təbrik edək, analı dünyası var olsun deyək. Və bir də ki, Püstə xanım bizdən daha yaxşı öz tərcümə halını deyər əvvəlcə biz onun öz tərcümə halını öz dilindən eşidək. Qoy Püstə xanım öz tərcümə halını öz dilindən desin. Sonra da bir biz onları təbrik edək analı dünyasını. Buyursun Püstə xanım. Hamımıza xoş gəldin deyirəm. Mənim dəyərli qardaş və bacılarım, biraz da həyəcanlıyam. Sağ olun ki, bu günləri mənim kitabımın işığına yığışmışsınız. Mən özüm səlyanlıyam, bilənlər bilir, bilməyənlərə də deyirəm. Hamı kimi orta məktəbi oxumuşam, ali təhsil almışam, uzun müddət vəzifələrdə olmuşam. Təqaüdə çıxandan sonra mən atam müəllim olub, o
qəzəl yazıb. Və onun davamçısı rəhmətli qardaşım olub, qəzəl yazıb. Bir bacım da yəni jurnalistdir. Mən də yəni ot kökü üstündə bitər deyərlər. Elə başladım mən də gizli yazılarımı təqaüdə çıxandan sonra aşkara çıxartdım. Və bir gün bir xanımla Facebookda tanış oldum. Dedi ki, tədbir var, gedəyin o tədbirə. Şairin kitab təqdimatıdır. O tədbirə gəldim. Gəldim, gördüm ki, tədbiri Balayər Sadiq aparır. Mənə o qədər xoş oldu onun şairlərlə rəftarı, onları olduğu kimi söyləməsi. Birinci dəfə yaxınlaşmadım, ikinci dəfə gələndə yaxınlaşdım ki, Balayər müəllim, onlar sizlə görüşüm, mənim şeirlərimə bir diqqət eləyin. Axı, mən şair deyirəm, ədəbiyyatçı deyirdim. Düzdür, orta məktəbdə ədəbiyyatı yaxşı oxumuşam. Amma ürəyimdən keçənləri gizlin yazıb vərəyə qoyurdum. Dedi, olar. Yerin dedi, getdim, çox gözəl qarşıladı və şeirlərimi oxudu. Dedi ki, püstə, çalışmaq lazımdır. Həqiqətən də Balayər müəllimə çox minnətdaram. O məni bugünkü günə gətirib çatdırdı. Mənə elə bir müəllim oldu. Mən ona ustad deyirəm. 4 kitabım var. 4 kitabımın 4-ündə də onun əməyi böyükdür. Var olun. Sağlam ol Günan. Hətta bu kitabı 2 ildir çıxartmışıq. Balayər müəllimə demişdim ki, sən aparacaqsan, amma onun səhhəti ilə əlaqədar mən Analı Dünya kitabında özüm də anayam. Gülamayım xanım anadır, 8 Marta yaxın olduğuna görə elə dedim, mənim kitabımın təqdimatını Gülamayım xanım aparacaq. Mən 2 evlad sahibiyəm. Bu da mənim 3-cü evladımdır. Şairin kitabı onun 3-cü evladıdır. Allah sizlərə can sağlığı versin, yazın, yaradın. Bugün xoşbəxtəm ki, məni sevənlər, mənə dəyər verənlər mənim yanımdadılar. Mənimlə cınaq-cınağa əyləşiblər. Var olun, minnətdaram hamınıza. O ki, elə stadı deyirsiniz, Balayər Sadiq olubdur bu gözəl qardaşımız, gözəl insan, gözəl ata, qayğıkeş ata. Sözünüzü deyin Püstə xanım üçün. Hamınız xoş gəlmişsiniz. Mən bu kitabın təqdimatı, Analı Dünya kitabının təqdimatı ilə Püstə xanım təbrik edirəm. Ona böyük razı uğurları arzu edirəm. Sağ olun. Zəhmət olması geçirməyəm siz deyin sözünüzü. Qoy dinləsinlər. Əvvəl özünüz haqqında deyin. Hamımızı xoş gördük. Gözəl gündə, gözəl kəndlər gündə. Qabaq özüm haqqında bir vacib məlumat verim. Elçin Məmmədoğlu Səlimov, Neftçala rayonu Akqol qəsəbəsi. 60-cı il təvəllüdü. Təhsili ali, Azərbaycan Həsab Birliyi üzvü, Qızıl Qələm, Heydər Əliyev 101-102 mükafatlar layihəsi və s. Bu günləri Püstə xanımı tək şairə kimi yox, onu bir gözəl xanım kimi, Azərbaycan xalqının xanımı kimi, bəyanətli xanım kimi təsvir edirəm. Həqiqətən də belədir. Və oradan da biz bəzən yanımızda olan yaxşıları vaxtında aydınlaşdırıb qiymətlərini bilmirdik. Püstə xanım, sizi Analı Dünya kitabının təqdimatı münasibətlə biz daha ürəkdən təbrik edirəm. Çox sağ olun. Arzu edirəm ki, bundan sonra da böyük kitablar yazasınız, böyük əsərlər yazasınız. Xalqımızı, biz qələm yoldaşlarını gözəl əsərlərlə sevindirəsiniz. Oğlum, ad günün mübarək. Yaşın 43, ürək kövrək. Mən həmişə sənə kömək. Daha xoş gününü görək. Famil, ad günün mübarək. 43 yaşı adlamısan. Sən ananı odlamısan. Körpə tək yolda qalmışsan. Famil, ad günün mübarək. Ana cal çağırı olub, hər saatın yadda qalıb. Ata ana yadda qalıb, Famil, ad günün mübarək.
sən həsrətlə ürəyimi, sevincimi, diləyimi, halal etdin əməyimi, oğlum ad günü mübarək, oğlum ad günü mübarək. Biz də təbrik edirik. Çox sağ olun. Sağ olun. Ana bir balanın şöhrəti şanı, çalçağır tutsa da bütün cahanı. Ana laylasının nəvəzi hanı, anamın laylası düşür yadıma. Kimin anası rəhmətə gedib, Allah rəhmət eləsin, məkanları cənnət olsun. Kimin də anaları sağdır, onlara uzun ömür, can sağlığı arzulayıram. Bircə şey xahiş edirəm ki, analarınızı hökmən ziyarət edin, bir sığal çəkin başlarına. Həqiqətən deyirəm, vallahi bu mənim sizə olan sözümdür. Bu günlər doğrudan da bax bu 12 ayımızın en güzel sultanı olan Ramazan ayındayız. Bu güzel günde hamımızı Ramazan bayramı münasibətindən təbrik edirəm və kişilərimizin adından da qadınlarımızı təbrik edirəm ki, Beynəlxalq Qadınlar Günü münasibətindən bütün qadınlarımızı da təbrik edirəm. Ona görə də bizim bu qadına söz verək, görək bizim analı dünyamıza nə deyir. Səfəralı qızı, Yurt jurnalının redaktoruyam, Yazıçılar Birliyinin üzvüyəm, Münasibət Birliyinin üzvüyəm və 5-6 kitabın müəllifiyəm. Yəni, bunu ona görə dedim ki, siz dediniz təqdim edin. Yəni, mən istəyirəm ki, biz də tanıyaq, hamı tanısın. Usta xanıma mən tanıdığım gündən onun gözəl bir insan, gözəl bir xanım, gözəl bir ana, gözəl bir dost olduğunu görmüşəm və dəyərli bir yoldaş olduğunu görmüşəm. Usta xanıma bütün yaradıcılığını izləmişik və ona yaradıcılıq uğurları, can sağlığı arzulayırıq və qarşıdan gələn 8 Mart münasibəti ilə Püstə xanım olmaqla, Gülmaya xanım, bütün xanımlarımız olmaqla hamınızı təbrik edirəm və əziz günlər içində bütün dostları və yoldaşları hamınızı təbrik edirəm. Püstə xanıma yenə də sağlamlıq və yaradıcılıq uğurları. Çox sağ olun. Vallahi mən Gülmaya deyirəm. Gülamayıl güldür. Gülə bax, gülə dəymə. Mənim adım Gülamayıldır. Bağışlayın. Gülmaya xanım. Çox sağ olun. Həqiqətən də mən istəmirdim ki, gəmli notlara köklənim. Özünüz də bilirsiniz ki, bu saatları İranla Amerika və İsrail arasında böyük bir müharibə. Mən elə düşünürəm ki, 3-cü Cahan müharibəsi başlayacaq. Ona görə də ki, çox narahatam. Belə hərdən bir gülüb danışdığıma baxmayaraq, ona görə bizim bir mayorumuz var burada. Elə ona sözü verək, qoy özü danışsın bu cəbhədənmi, nədənsə də. Ona görə ki, səhər axşam biz ancaq şəhidlər haqqında xəbərlər eşidirik. Buyurun. Sağ olun. Mən İlham Şəbiyev, Ehtiyatlı olan mayoru, vətənpərvər şair. Mən salamlayıram bütün tədbir iştirakçılarını. Bugün Yazıçılar birində vətənpərvər şairə publisist Usta xanım Hüseynovanın Analı Dünyam kitabı təqdimatı keçirilir. Sizi təbrik edirəm. Siz o şeirlər kitabına baxdım, orada həssas mövzular var. Ana, vətən, torpaq. Mən buradan bütün analar salamlayıram, başda şəhid anaları olmaqla. Biz çox sevinirik ki, Azərbaycan ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Xan kəndində, Xocalıda, Laçında, Füzulidə Ramazan tədbirləri keçirilir, oruç tutulur, Novruz tonqalları yandırılır. İnşallah bayramlar orada keçiriləcək. Qəhrəman şəhidlərimizi, qazilərimizi sayəsində. Bundan gözəl gün olar, bülbül qoran aynama, hər yer çiçək gül olar, sarılanda anama. Ana ətrindən gözəl, duyğu hisslər olarmı? Bütün dünyanı gəzər, insan heç yorularmı? Ana səsin muğamın, səsindən həzin gəlir, hər bir yerdən dünyanın ana nəfəsin gəlir. Ana sənin qucağın, istisi yanan kimi, sanki bir o dozağın közündən bir an kimi. Ana onurlu siman, cənnətə baxan kimi, o gözlərin asiman. Günəş nur saçan kimi, ana yatdığın bələk, öpün bələyin əlin, nə olar bir də sıxal çək, görüm cənnəti gəlim, yuxusuz gecələri ana istə qaytarım, heç vaxt olma kədərli, sənsiz gəlmir baharım, ana istə etməsəm, söylə varsa istəyin, bil ki səni incitsəm, onda vurmaz ürəyim. Allah anaları qorusun, Allah şəhidlərimizə çox sağ ol. Mən icazənizlə yeri gəlmişəm burada. Vətən mühafizə iştirakçısı İsa Hüseynov salamlayıram sənə. Abşeron rayonu şəhid ailələri, müharibə əhliləri və Veteranlar Müdafiəsi İctimai Birliyinin sədr müavini. Hörmətli Usta xanım, 8 Mart münasibəti ilə sizə Azərbaycan Respublikasının şəhid ailələri, Qazilər Müdafiəsi İctimai Birliyinin sədr müavini Abşeron
sədr müavini olaraq bu gözəl təşəkkürnamə sizə hədiyyə olunur cəmiyyətimiz Gətirin tərəfindən. verin. Eyni zamanda burada Möhsün müəllimdir, Azər müəllim, hörmətli İlham müəllim, dəyərli ağsaqqallar, bəli, bizim ağsaqqallar, eyni zamanda və tam bu gördük, elmindir. Dəyərli, hörmətli, əziz qardaşım, Nəriman müəllim, eyni zamanda bu gördüyümüz yoldaşların hamısı vətən müharibəsi iştirakçılarıdır. Eyni zamanda mənim də bir dənə gözəl bacım, qazilərimiz adından bir dənə gözəl sadım olacaq. Biz xanımlarımızı dəyərləndirməliyik. Burada həmçinin yoldaşlara da fəxri diplomları təqdim olacaq. Əgər icazə versəniz, mən burada təqdim edəcəm. İcazəniz. Bir dənə zəhmət olmasın. İcazə sizin. Qazanız məndən xahiş edirəm. Salamlayıram sizi. Çox sağ olun, var olun. Allah kömək olsun. Çox sağ olun, diqqətinizə görə. O ki, belə kişilər qoy məndən inciməsinlər. Qadına mirvarlıq edirsinlər. Axı, qiymətlidir dünyalar qədər qadın dünyası. Gülamar gəlir xülyə içində, talih fırtınada sevdə içində. Özü bir dünyadır dünya içində, qadın dünyası. Belə analı dünyamızı yazan Piştə xanıma deyirəm ki, Piştə xanım, var ol, sağ ol. Bax, bizim bu 8 Mart Qadınlar Bayramı günü münasibəti ilə hər kəsi təbrik edirsən. Ona görə bizim bir xanımımız oturub qoy elə o xanım özü öz sözünü desin. Könül fikrətli, yaxşılar diliyim, jurnalistlər diliyimizdir. Buradakı yoldaşlar salamlayıram. Piştə xanım, sizin haqqınızda o qədər danışmaq olar ki, yəni bir roman gecə gündüz danışmaq olar. Piştə xanım həm gözəl ana bildiyimiz kimi, həm də gözəl yazar, həm də gözəl dostdur. O qədər vəfalı, o qədər mehriban, o qədər sadiq, sədaqətli bir insandır ki, Piştə xanım. Bir qardaşının xasiyyəti nədir? Bir yoldaş olmamışam. Belə bir məsəl var atalarımızdan. Piştə xanıma heyranam onun xasiyyətinə görə. Və özündən kiçiklərə içimən qarşılığı həmişə dəstək olan, kömək olan bir xanımdır. Yazmağı hamımız bacara bilərik, bacaran da olur, bacarmayan. Amma gözəl insan olmağı hər insan bacarmır. Mənə elə gəlir ki, Piştə xanım doğuşdan indiyənə qədər belə gözəl insandır. Çünki onunla hansı rayona gediriksə, o qədər hörmətlə qarşılayırlar, o qədər gözəl ona münasibət bəsləyirlər ki, hətta əvvəlki işində də gözəl bir dostluğu, yoldaşlığı olduğuna görə bu bilmək olur ki, Piştə xanım doğrudan da həmişə hər yerdə gözəl insan olur. Piştə xanım, sizə uğurlar arzulayıram, can sağlığı arzulayıram. Allah sizi dostluqdan əski eləməsin. Siz mənim kimi xanımların, bir çox yazarların ana bacısısınız. Allah sizi qorusun. Çox sağ olun. Məhəbbət olanda dilləndir qəlbimi, gönlə danışır. Cəfasına eşqin ürək alışır. Gözlər də danışır, sözlər danışır. Məhəbbət olanda, sevgi olanda. Yox olur tənhalıq, yox olur kədər. Hey susur ürəyim, gözlər baxışar. Hey susar ürəyim, gözlər baxışar. Sözlər pısıltıdır, gözlər danışar. Məhəbbət olanda, sevgi olanda. Ömür ocağının sevgidir közü. Saz salar, söz deyər təbiət özü. Sevgidən alışar insanın üzü. Məhəbbət olanda, sevgi olanda. Həyatın mənası sevgidən doğar. Ürəyimdə sevgi kədəri qovar. Ürəyimə sevgi işıqla dolar. Məhəbbət olanda, sevgi olanda. Piştə xanım sevgi dolu, ürəyi olan bir xanımdır. Ona uğurlar arzulayıram, xoşbəxtlik arzulayıram. Həmişə Sağ ol, sağ ol, sağ ol. Sağ ol, sağ ol. Çox sağ olun, Allah razı olsun. Sevgi dolu ürəyini alqışlayıram Piştə xanım. Sevgi əzəldən qalmaqal olur. Sevdalı günlərin bir xəyal olur. İlahi neyləyim, dilim lal olur. Dilimi bağlayan lal məhəbbətim. Hər kəsin dilini bağlayan lal məhəbbətim deyən Piştə xanım sağ ol günən o şeirlə bərabər bizim gözəl qardaşımıza söz verdik. Çıxış eləsin, görək nə deyir bizim Piştə xanımız haqqında. Hamınız xoş gəlmişsiniz, hamınızı salamlayıram.
Ayağa dediler ki kim hardandır takdim etsin. Ben dedim sana İftihari sinir müəllimi olmuşam 30-40 il. Hələ bir uşağın qulağını dartmamışam, bir uşağa da bir şeylə vurmamışam. Lerik qəzisində, Lənkəran qəzisində, Səvir kəndində o vaxtlarda yazmışam. Ancaq 50 ildir Bakıda olur. Təsərrüfatla baş qarşı. Şeir heç yada düşməyib. Ancaq bu qoca vaxtı mənə dedilər yaz, hər şey nə yazmırsan, yaz. Püstə xanıma da bir şeir həsr eləmişəm. Ey Salyanın gözəli, gözü, sözü, düzlü, məzəli, daima yazıb yarat, sənin şeir köhlənin, qoy meydanda çapsın at. Yaz Muğanın çölündən, yaz vətənin gülündən, Azərbaycan elindən. Bir şairlik eləmək sənə gəlməsin asan, elə yaz ki, kür kimi dəryaya qovuşasan. Sağ ol. Çox rica edirəm, icazənizlə. Sadəcə Dövlət və Qanun və Dövlət qəzetinin baş redaktoru və bütün tədbirlərdə aktiv iştirak edir. Xanım elə bir yerdə yerləşib ki, o buradan görülür. Çox təşəkkür edirəm. Püstə xanımın nəzərindən qaçmadı, gəldi, görüşdü, çox sağ olsun. Mən Püstə xanıma Salyanların timsalında çox böyük hörmətim var. Yəni oradan olan insanları mən çox sevirəm. Onların mülayimliyi, insansevərliyi, qonaqpərvərliyi, dostluqda sədaqəti mənə xoşuma gəlir. Orada bir neçə rəfiqələrim var, yəqin ki, Püstə xanım da tanıyır. Yaqut xanım, Azad Həmkarlar təhsil işçilərinin komitə sədri. Mən onunla tez-tez görüşlərdə oluram. Orada Tahir Kərimov başçı olan vaxtı mən orada böyük tədbirlər keçirmişəm. Rəhmətli Zemfira Verdiyevanın xətti ilə getmişəm. Erkən nigahlara yox deyək adlı tədbir keçirmişəm gənclərdən və Püstə xanım da yəqin ki, o Salyanların gözəl bir nümunəsi olaraq bugün belə yazıb yarada bilir. Onları doğrudan yaradıcıdırlar. Püstə xanıma uğurlar arzulayıram. Kitabın adı mənə daha çox çəkdi. Niyə? Analı dünya, bütün insanların ən gözəl dünyası analı dünyasıdır. Yəni, onu itirəndən sonra daha çox yeri görünür. Ancaq mən tövsiyə eləyərdim ki, bütün balalar anaları sağlığı üçün çox sevsinlər, çox yoluxsunlar. Anaların balalara belə bir ehtiyacı yoxdur. Onların mənəvi dəstəyinə, onların ona stimul verməsinə ehtiyacı var və belə eləsələr, ana olmayanda kaşki sözün deməzlər yəqin ki. Çox sağ olun, gözəl mövzudur. Yəni, insanın hamısını kövrəldən, şeirləri oxudum bir neçəsini indi. Yəqin ki, qəzetimin səhifəsində işıqlandıracağım. Çox sağ olun, təbrik edirəm. Çox sağ olun. Ümumiyyətlə, mənim şəhidlərdən, bax, müharibə devrindən söz düşəndə, analara müraciət edəndə deyirəm ki, bala dağı heç bir insan görməsin. Deyirəm, dərdin dağlara getməsin. Dərdin dağlara getsə, şəhid edərsən dağları, şəhid anası. Onlar bana deyir ki, şəhid anası qoydusun eller, amma göz yaşım olacaq amma. Vətənimdən doğduğum şəhid balamı, indi öz ruhumdan doğdu amma. Düşmənlər yurduma girməyəcəklər, bağımdan gül çiçək dərməyəcəklər. Şəhidlər ölməyəcəklər. Nə qədər vətən var, hələ sağamı. Nə qədər vətən var, nə qədər biz varıq, şəhidlərimiz ölməyib, o ölməyəcəkdir. Təki vətənimiz şəhid olmasın. Biz şəhid olsaq da olar. Yaşasın Azərbaycan xalqı, yaşasın analı dünyanın deyən Püstə xanımız ki, belə bir tədbirə yığışmışıq, onun işığına yığışmışıq. İndi sözü veririm bu qardaşa. Çox sağ olun. Qurban Ağayev, Yenilməşən Dövlətə Qaradağlar üzrə sədriyəm. 8 ildir Püstə xanımı mən tanıyıram. Gözəl bir ana olmağı, gözəl bir valideyn olmağı tanıyıram. Digər kitabların təqdimatında da iştirak eləmişəm. Təbrik edirəm Püstə xanım. Aklınızı olmasın, axarınız olsun. Çox sağ olun. Bir daha təbrik edirəm. Püstə xanım bizi
Bizi günəşlə birlikdə salama gəlir. Salam olsun Püstə xanım sənin analı dünyana və varlığına. Şəhlə xanım, zəhmət olmasın. Şəhla Hüseynova, ixtisasca fortepiano müəlliməsiyəm, amma hal-hazırda müharibə veteranı qadınlarına Sosial Yardım İctimai Birliyinin sədr müavini və Səbail rayonu üzrə sədriyəm. Hər birinizi xoş gördük. Sizi dünyalar qədər sevirəm. Yaxşı ki, tanımışam sizi. Sizin bir neçə şeirinizi səsləndirmişəm, o cümlədən şəhidlərə yazdığınızı. Bugün də burada bir şeirini səsləndirəcəm. Dost kimi sevəcəyəm mən. Nə geri dönəcəm, nə də gedəcəm. Səni bir dost kimi sevəcəyəm mən. Bəzi hisslərimi gizlədib səndən, səni bir dost kimi sevəcəyəm mən. Ürək zülüm çəkib, yaşa dolsa da, zəif çiçək kimi açıb, solsa da, bu sevgi nə qədər çətin olsa da, səni bir dost kimi sevəcəyəm mən. Bəlkə də batacam kədərə, qəmə, nə soruş, nə də ki, bir kəlmə demə. Bunları demək də çətindir mənə, səni bir dost kimi sevəcəyəm mən. Sevəcəm gizlində, aşkarda səni, qovacaq qəlbimdən dumanı, çəni, dost deyib bir gündə axtarsam məni, səni bir dost kimi Acaba Həsənli söz eləsin. Sizə xanım, sizə yaradıcılıq qurumları. Sağ olun, çox sağ olun. Çox sağ olun. Zəhmət olmasa ürək sözlərinizi Püstə xanım üçün deyin. Mən də çox hörmətli Püstə xanımı ürəkdən təbrik edirəm. Sən çox qəlbi pak, müqəddəs bir insansan. Çox sağ olun. Sənin poeziyan da safdır, özünə xasdır, özünə məxsusdur. Ona görə mən ürəkdən səni təbrik edirəm. Çox sağ olun. Mən yaradıcılıq uğurları arzulayıram. Çox sağ olun. Sən əlbəttə bir insanlıq mücəssəməsi kimi mən sənin xətrini daha çox istəyirəm. Çox sağ olun. Minnətdarım. Həm də ondan həmahəng var ol. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. İndi bizim mütəxəssis, qirayətçimiz Cəbrayıl Qəmbərə söz verək. Təşəkkür edirəm. Təşəkkür edirəm. Mən sizə təbrik edirəm. Çox sağ olun. Və mən tərəfdən də olaraq Kəmalə xanım, eynən mənim həmkarımdır, arxa tərəfdə əyləşib, qalxsın ayağa, özünüzü göstərin, zəhmət olmasa. Azərbaycan televiziyasının illər boyu deyilmişəm, indi də deyilmişəm. Sovet dövründən bu yana bəxş etdiyi o bayramını, bağımını göstərərək, çünki adınızı buradan çəkəndə siz müddət baxmalısınız, ictimaiyyət sizi görməlidir. Xanım həm aparıcıdır, həm də ifaçılıqla məşğuldur, şeir ifaçılığına məşğuldur, ona bədii qirayət deyilir poeziyada və mənim dəvətimlə də vaxtını bitirərək gəldi bura. İndi isə, dostlar, şairəmizin bir şeirini bir il bundan öncə səsləndirdiyim üçün həmin şeir mənim xoşuma gəlir. Şeirdə ictimai-siyasi ruh var və bir qədər də insanların biganəliyinə olan inciklik var. Həmin şeiri səsləndirib də əyləşdir. Şeirin adı belədir. Danışmağa qorxuram. Görək, Püstə xanım, niyə qorxur? Nə düşünsəm, nə danışsam kədərdir. Şübhələrim ürəyimdə hədərdir. İnsan özü elə gəldi gedərdi. Sözüm çoxdur. Danışmağa qorxuram. Mən tək dərdli insanlar çox dünyada. Bir-birini eşidən yox dünyada. Nadanlardan çalış ki, qorx dünyada. Sözüm çoxdur, danışmağa qorxuram. Kədərimi tərpətməyin, oy susun, siz danışın, bəlkə mən qulaq asın. Yaxşı əməl olsa, bağrıma basın. Sözüm çoxdur, danışmağa qorxuram. Yuva qurur kədər qəlbində heyhat, susuram qəlbində, susur bu həyat. Ömür keçir, indi saat-ba-saat. Sözüm çoxdur, danışmağa qorxuram. Ürək açım, nə söyləyim dünyaya? Ürək açım, nə söyləyim dünyaya? Tərsinədir yenə hər şey dünyada. Hər nə desəm, siz qalmayın biganə. Sözüm çoxdur, danışmağa qorxuram. Haqsızlıqdan yoxdur səbrim, daşıram. Söz deməyə uca dağlar aşıram. Arzulara mən bükülüb qarşıram.
sözüm çoxdur. Danışmağa qorxuram. Belə Püstə xanım çox düz eləyir ki, danışmağa qorxur. Bəzən çox danışmaqdan elə az danışmaq daha yaxşı olur. Var ol Püstə xanım. Bizim bilmədim ki, əvvəldən burada şəhid anamız var. Sizin əllərinizdən öpürəm, analar. Sizin ki, elə mən şəhid ana, qəhrəman oğullarında analarına, valideynlərinə qəhrəman anası deyirəm, şəhid anamı. Sözü sizə verirəm, əllərinizdən öpürəm. Hepiniz hoş geldiniz. İlk dəfədir təbrizə qatılıram. İstədiyiniz təbrik edirəm, razı olursun. Mən Kapitan Elazığ qarnamasıyam şəhid. Həmişə mənim yanımda olur. Şəhid xanım. Yəni, mənim dərdimdə şərik olursular. Ağalmışam, mənə bərabər ağalmışlar. Çünki oğul itirmək ən ağır dərddir. Allah şükürəm ediyorsan. Hamıza oğula var. Çok özlemek istedim. Çok sağ olun. Siz sağ olun. Siz söz deyin. Onun şəhid oğlu mənim qızımın şagirdi olub. Mən onlarda gedəndə qızım mənə dedi, ana sən hardan tanıyırsan? Dedim ki, bəs bizim şəhidimizdir. Onun üçün jurnalda da Balayar müəllim jurnalın üzü qabığında şəklin verdi, şeirin yazdığı verdi. Allah can sağlığı versin. Elə xoşbəxtəm ki, mənim qızımın şagirdi belə mərd vətənpərvər olub. Sağ ol, sağ ol. Allah rəhmət eləsin. Rəxşəndə ana. Oradasın. Bütün şəhidlərimizə Allah Öncelikle hamd salamlayıram. Püstə xanım, sizi təbrik edirəm. Allah qələminiz isti olsun, gözünüz görər olsun, canınız sağ olsun. Siz həmişə bizim yanımız olmuşsan, sən bizə sağ böyük hörmətimiz var, çox sağ olun. Mən kəşfiyyatçı Kərmov Ceyhun anasıyam. Ceyhundan çox danışmaq olar. Həm çox ağırdır, həm də qürur vericidir. Ona görə Allah bütün şəhidlərimizə rəhmət eləsin, yeriyən cənnət məqamları olsun. Püstə xanıma naliyyət arzulayıram, uğur arzulayıram, Allah hamısı can sağ olursun. Sağ olun. Qəhrəman analarımız, əllərinizdən öpürəm. Allah sizə və bizə səbir versin. O şəhidlər bizim də şəhidlərimizdir. Füsalə Həsənova Püstə xanımın şeirini demək istəyir. Mümkünsə desin. Püstə xanıma sizi təbrik edirəm. İnşallah sizin işləriniz daha davamlı olsun. Biz sizdən daha yeni kitablar gözləyirik. Mən bilirəm ki, sizin qəlbiniz sözlüdür və siz yaratmağa davam edin və biz də sizin kitablarınızı böyük məmnuniyyətlə oxuyaq. Valla fəryadım. Bir körpə qarşıma çıxmışdı dünən. Baxışları qəmgin, həm də küsəyən. Əzizləmək, öpmək keçdi qəlbimdən. Bu qədər qəm, kədər, nədən bir görəm? Ay oğul, deyərək səslədim onu. O ayaq saxladı, düşdü boynunu. Bağrıma basaraq soruşdum ondan. Niyə pərişansan? Bir söylə mənə. Uşaq təəccüb ilə baxdı üzümə. Bilirsən, anamdan xəbər ver mənə. Anamsız dözmürəm, kömək et mənə. Bircə yol anamla gedim görüşə. Düşüm mən anamın ayaqlarına, yalvarım ay ana, məni bağışla. Yalancı şahidin bu gün qarşında diz çöküm, ay ana, məni bağışla. Anan hardadır, qəmin nədəndir? Uşağın gözündə yaş gilələndi. Anam uzaqlarda, lap uzaqlarda. 4 divar yerilər, bağlı zindanda. Nədir ki ananın günahı dedim? Niyə zindandadır, 4 divardadır? Anamda günah yox, günah məndədir. Anamın üzünə böhtan söylədim. Anamı əlimlə atmışam oda, məni bağışlasın o böyük xuda. Düşün mən anamın ayaqlarına, deyim ki ay ana, məni bağışla. Sabahım yoxdur ana hesabı. Gizlədə bilmirəm gözyaşlarımı. Məktəbə getməkdən bezmişəm daha. Cavab tapanmıram çox suallara. Məktəb yoldaşlarım məndən soruşur. Anam hardadır ki, görünmür daha. Gün
gəl artıq ana, dözmürəm daha. Gör neçə illərdir sənsiz qalmışam. İllərdir çəkdiyim ana həsrətin, düşünmə soyudub körpə qəlbimi. Bir Allah eşidir mənim səsimi. Nə olar ana, qovuşdur mənim. Əl açıb hər gecə uca Allaha. Yalvarıram ana, göz yaşlarımla. Qıyma heç körpəni anasız qala. Anamı bağışla göz yaşlarıma. Sənə yalvarıram dedi ay xala. Bircə ant verirəm o tək Allaha. Kömək et günahsız, susuz balaya. Ən böyük savabdır çatım anama. Sağ ol. O şeiri doğrudan da mən yol gedərkən bir uşağa rast gəldim. Çox qəmli idi. Və ona sorğu elədim. Eynilə ona sorğu elədiyimi mən yazdım. Sağ ol, sağ ol. Sən Çox sağ ol Mustafa, çox sağ ol. Allah razı olsun. Və hər vaxt şəhid ailələrinin yanında olan, onlarla yaxın olan bizim Hacı Seyid Əfəndiyə söz verirəm. Fəxrlə qürurla deyirəm ki, Müstəxanada bizim bir çox əməklər olmuşuq. Bugünkü şəhid ailələrə qarşı cəmiyyətlə fəal, aktiv, fəxr üzvüdür və İngil dinlədiyiniz şəhidimiz Ceyhun anası Aşqədə Qazan bu da bizim təşkilatın üzvüdür. Təbrik edirik sizi. Bizi təşkilatın üzvüdür. Çok sağ olun. Nigar Hanım da təşkilatımızın üzvüdür. O da sizi təbrik edirik. Ben de hediyemi verdim, bayraklarımdan çıktım. Tebrik ediyorum. Güzel kızımız Tuğba Hanım. Teşekkür ederim. Çok sağ olun, var olun. Her birinizi salamlayıram. Hürmetli qonaqlar, insanlar. Ben Müstəxanımı təbrik edirəm və Balaya müəllimi gördüm, inanın necə sevindim. Balaya müəllim Allah sizə can sağlığı versin. Müstəxanım çox dəyərli bir xanımdır. Yəni, mən Müstəxanımı tanıyıb gəlmişəm. Balaya müəllimin yanına. Daha doğrusu Balaya müəllimdən öyrəndim. Allah ona can sağlığı versin. Hər zaman da Balaya müəllim, baxmayaraq ki, burada deyirəm, amma hər yerdə də deyirəm. Təkcə o demək deyil ki, kimlərsə məni eşitsin. Heç eşitməsinlər də. Amma əsas budur ki, Allah bilir, Allah görür. Allah sizləri qorusun. Bugün bura gəlmək istəyənlər çox idi. Vurğun bəy də çox istəyirdi gəlsin ki, iştirak etsin ki, çox dəyərli bir xanımdır. Allah sizi var eləsin, Allah hər birinizə kömək olsun. Burada iştirak edənlər, hər birinizə minnətdarlığımı bildirirəm. Ananı dünya deyərkən, hər çalırlar ki, bir xanım artıq dayansın, dayanmayacaq. Burada analıq dünyadır. Üstə xanım, mən həmişə deyirəm ki, şeirlərə xətər verməmək üçün qabaqcadan gərək öyrənəsən, açasan ki, o şeiri deyəcəm ki, onun qolun qabırqasını sındıracam, o evlad demək. Kitab evlad, şeir evlad demək. Onu istəmirəm ki, bir də kəlməmdən əzik-üzük eləyəm istəmirəm. Sadəcə bu sözü deyəcəm, analıq dünyam cəmi 3 hərf səslənəndə. Görün necə məna verir. Övlad üçün gecə gündüz öz canından o can verir. Ana, sözə fikir verin. Dünya boyda dünya demək. Sızlamasın heç bir ana. Anaların qədrin bilək. Anaların qədrin bilək. Var olsun, yaşasın analarımız. Dünyada keçənlərə Allah'a rəhmət edirəm. Yəqin ki, elə poeziyamızın dərmanı olan Püstə xanıma bir sözü var, Nazlı xanım desin, görək nə deyir. Bugün bizi Püstə xanım yığıb bura. Püstə xanımına mən yol yoldaşı olmuşam. Yol yoldaşı olan adam haqqında gözəl fikrinin düzgün deyə. Gözəl bir xanımdır. İnsanın içi ürəyi nədirsə, o üzündə olur. O öz ki, belə gözəl olar, qarçası kimi maşallah. Allah canınızı sağ eləsin, Püstə xanım. Mən sizin o sözünüzə gəlirəm ki, dediniz, atam əzəl yazardı. Mən burada öz babamı xatırlatmasam və hər kəs özünü təqdim elədi. Mən Nazlı Hacılı. O zaman belə gözəl belə yazıçılar evi olmurdu. O zaman belə bir yığıncaqlar olmurdu. Amma mənim babam Əncüman-ı Şuara, Şairlər Məclisini yaradan bir adam oldu.
Mirzə Rəhim abisi bənəmdir. Mən o ailədənəm, mən özümə şair demirəm, amma babam şairdir, gözəl şair. 3 divanın müəllifidir. Yazdığı şiirləri bir demək istəyirəm. Azərbaycana aid şiirlər var, şərhlərə aid var, yurda aid var, şəhərə aid var. Anıya aid var, hətta nəvəyə aid. Nəvələrinə nə gözəl bir şiir demişdi, yazmışdı. Gözlərində siz mənim işıq dolu səhərsiz. Sizi sevirəm necə, sonsuz məhəbbətimsiz. Dilinizə qurbana, sözünüzə qurbana. Qurban sözü, özü də şüar olub dilində. Günəş doğur qəlbimdə, sevinc olur qəlbimdə, mənə deyəndə bir dağ olur qəlbimdə. Çox sağ olun. Sizə yaradıcılıq fəaliyyətləri can sağlığı arzulayıram. Çox sağ olun. Bizim yoldaşlığımız da başa çıkmıyorsun inşallah. Amin. Razı olsun. Bizim burada bir güzel cavan tercümesi kızımız var. Mümkünse gelsin o da öz şiirinle. Pişta xanımı öz şiirindən təbrik edin. Mənim əzizim Pişta xanım, mən sizi gözəl mükafat vasitəsilə təbrik ederiz. Bir hərbiçi burada dünyanın kızcı, bir qazi anası kimi. Siz zəhmət olmasa gəlin Pişta xanımın yanında deyin, biz də işləyik. Biraz qocalmışıq, qulağımız da yaxşı işləyik. Mümkünsə gəlin, icazə verirsiniz. Deyin bir şey. İcazə verirsiniz. Pişta xanımı mən ilk dəfə şəhid tədbirində, generalımız Polat Həşimovun tədbirində biz yanaşı oturmuşduq. Pişta xanımla biz danışdıq, mən cavan ana itirmişəm. Amma o qədər mehribanlıq gördüm ondan, mən onu həm özüm ana götürdüm, həm bacı götürdüm. Mən belə bir şeir yazmışam, Pişta xanımın yanında şeir demək mənə biraz çətindir, çünki mən ilk qədəmlərimi təzə-təzə atıram. O gözəl xanım yazardı, qələm əhlidir. Demək olar ki, bunlardan örnək götürürük. Örnək götürdük Başbakan Erdoğan'dan. Canım Azərbaycana gələn o bir gözəl şeir dedi. Dedi, canım Azərbaycana qurban demişəm, vətənimə can demişəm. Atam Türkiyə, anam Azərbaycan, canımı Azərbaycana qurban demişəm. Mən şairə deyiləm, qəlbim incədir. Amma bu auditoriyada oturanların, bu auditoriyada mənə yönələn bağışların salamını hiss edirəm. Və o salamları qəbul edib, burada bir şəhid anası oturur, bəlkə də 2 dənə oturur, deyə bilmərəm. Bir qazi anası kimi, bir veteran qızı kimi sizlərin qarşısında baş əyirəm mən. Gecə saat 3-də qəfil ayıldım, gördüm şeir gəlir. Dedim, neyim, yazım da. Şəhidlər ölməyib, şəhidlər bizim qəlbimizin başında. Şəhidlər ölməyib, şəhidlər bizim tariximizin qaynaqdaşında. Şəhidlər ölməyib, şəhidlər bizim üsrəngli bayrağımızın sir yaddaşında. Şəhidlər ölməyib. Ana vətəni sevən deyən oğullar ana ilə görüşəndə dedilər, ana gedib gələrik. Geçsək, gəlməsək, namət gülləsi dəysə bizə dalımız sıra ağlama. Ona görə ki, sevincdən ağlayarsan, biz zəfər sevincini yaşadıb gedirik. Amanın günü də anam ağlama. Biz vətəni sevdik, ərənlərik, nərlərik, vətən oğullarıq, ana. Və o şeirdən sonra könlümdən yenə bir şeir gəldi. Dedim, Allahım, cavanlar gedir, məndən alan dünya. De kimlərə qalan dünya. Sirli, xudalı dünya. Sənə sual verirəm, de kimlərə qalan dünya. Qucağını açırsan, cavanları açıb el qucağında tutursan, sən nə vermirsən, nə alırsan dünya, sirli, xudalı dünya, de kimlərə qalan dünya. Və bir dəfə tədbir iştirakçılarla şəhidlər məzarına getdim. Yenə də orada qəlbimdən, könlümdən vaxtınızı alın, bağışlayın. Bir şeir keçdi. Gəlmişəm sizlərlə dərsləşməyə, mənim əziz qardaşlarım. Bilmirəm, nəyi qoyum, nəyi deyim. Mən də qazi anasıyam, mən də hərbiçi evin qızıyam. 23 il hərbicisi olan qardaşım yaralanıb gəldi, o da dünyasını dəyişdi. Gəlmişəm vətənsevər oğullar, sizlərlə dərsləşməyə. Nəyi qoyum, nəyi yazım. Dağda yorğan tapmadınız, başaltı daşız oldu. Soyuqda, yağışda vuruşdunuz. Nəyi qoyum, nəyi yazım bilmirəm. Gəlmişəm sizlərlə dərsləşməyə. Bilmirəm, nəyi qoyum, nəyi yazım. Şeir biraz uzundur. Sağ olun. Çox sağ olun. Mənim dinlədiyiniz mənim dəyərli anam, bacım, Pişta xanım. Demək olar ki, nə qədər bu həyatda yaşayıramsa,
Mən Püstə bacımı, anamı özümə əzizim kimi götürmüşəm. Və burada olan əzizlər, sizlər çox sağ olun ki, məni dinlədiniz. Sağ olun. Sağ ol, sağ ol. Analı dünyam var olsun. Mən valideynlərin adı gələndə gözlərim yaşarır, ürəyimin başı göynüyür. Deyirəm ki, açdım qapısını bir yaz axşamı. Anamın bulutlu baxışı güldü. Gümüşü şimşəyin dodağı qaçdı, o uca göylərin yağışı güldü. Sıptı gülüşünü qəmli könlünə, silik-silik oldu nəm baxışları, qəlbindən dilinə süzülü baxdı, sevinc alxışları, sən alxışları. Dil açdı, danışdı divarı, daşı, güllü yorğanının çiçəyi güldü. Mən onu dünyada ən doğma adam, o məni ən əziz qonağı bildi. Mən sizin hər birinizi elə özümə qonaq bilirəm. Bizim hər birimiz bu dünyada qonağıq və analı dünyan da var olsun. Təbrik edirəm, inşallah oxuyacağım. Bu da sənin duxundur, təbrik edirəm. Bu günləri mənim sevincli günümdür ki, belə gözəl, dəyərli, qiymətli insanlarla bir yerdəyəm. Mənə dayaqdılar, mənə köməkdilər, məni bu qədər mənliyimi bilərəkdən mənə söylədilər. Həqiqətən də çox sevinirəm ki, mən bu ada, bu səmimiyyətə layiq bir xanım olmuşam. Allah hamımıza can sağlığı versin. Orucunuz qəbul olsun. Ramazan bayramımız, Novruz bayramımız mübarək olsun. Süfrələriniz bol bərəkətli olsun. Heç vaxt qara bulud bizim başımızın üstündə əsməsin. Rahim müəllim də bilir, Nazlı xanım da Türkiyədə, Sivasda olanda biz şeir məclisində bir Türk qızı gəldi, erməni şeiri dedi. Rahim müəllim yadınızdadır da. Bizimlə bir universitet müəllimi getmişdi. O gəldi dedi ki, Püstə, bu qız erməni şeiri dedi. Dedim, nə? Getdim, tutdum qızı. Dedim ki, gedib o şeiri ermənilərsin deyərsən. Bizim qasnağımızı niyə qopardırsan sən? Bura Türk dünyasının xanımları, şairləri, bəyləri yığılıb. 5 ölkədən gəlmişdilər. Niyə görə sən? Dedi ki, nə olsun ki, burada o qədər ermənilər var ki, dedim, amma bu günləri, bu məclis türklərindir. Onu ağlatdım və deməli, bizdən üzr istətdi ki, gəl üzr istə. Yəni bu günləri Allah o şəhidləri qəni-qəni rəhmət eləsin, yerin behiştlik eləsin ki, o alnımızda olan damğanı bizim üstümüzdən götürdü. Yəni biz orada həmən vaxtı, necə deyim, müharibə şəraitində idik də, o qızın orada deməyi o qədər bizə təsir eləmişdi. Mən onu da ağlatdım, özüm də məcbur olub ağladım ki, gör bizi kimlər gəlib harada təhqir edir. Yəni bu günləri o qazilərə də can sağlığı, şəhidlərin yeri behiştlik olsun. Sözüm bu qədər. Var olun, can sağlığı. Şəkil çəkin.